Qoxulu güllərim artıq çiçək açırlar. Çox gözəl qoxuları var. Cücülər də gəlir artıq üstlərinə. Cücülərə görə dərman atmalıyam. Videomda hərdən artıq əski yazan insanlar var. Nə deyim valla, olur da elə düşüncəsiz, paxıl, qurtdu. Nə bilim, dünyada hər cür insanlar var. O qədər gic-gic videolar çəkənlər var ki, onlara milyonlar baxır. Milyon dənə insanlar elə xoş şeylər yazırlar. Amma bizim kimi əziyyətlə, zülmlə nəsə düzəldib, nəsə çəkib, nəsə paylaşan insanları həmişə bax belə düşüncəsiz, mənasız bir insanlar. Nə deyim dayı, sözüm yoxdur. Adi TikTok'a girirsən, üzdən iraqlar, nə bilim, özünü çöldə qoymuşlara, nə bilim, o qədər belə yaxşı hədiyyələr falan, bahalı şeylər, onların sayəsində varlanıb, milyonçu olub ev alanlar. Elə, amma biri get çıxsın ora, desin ki, mən kasıbam, uşaq saxlayıram, saxlaya bilmirəm, imkanım yoxdur, tək qadınam və yaxud da nə bilim də, yəni belə köməkli eləyin desələr, inan nələr deyərlər, nələr yazarlar, pis-pis şeylər. Limonun çiçeği açıb, baxın necə gözəldir. İlahi, necə gözəl qoxusu var. Birinci səfərdə limon çiçeğini qoxuluyuram, həqiqətən çox gözəl imiş. Bir şey qoxusu var. Bunları belə deyəsən tozlaşdırırlar bir-birinə. Pambıqla mı, nəsə bir şeyini eləyirlər. Mən belə əli deyəsən, mən elə əlimlə belə eləyirəm. Görən tutarmı? İnşallah ki tutar. Bu gülümün gözəlliyinə. Qab güllərimin bəziləri susuzdur. Bu günləri su verməliyəm. Maya gübrəsi düzəltmişəm yenə. Dünəndən düzəltmişəm. Bu gözəlim açır, necə gözəldir. Mən bunu alıb əkmişdim, keçən il almışdım. Tək belə gönçə idi, çox gözəl, bahalı güldür. Görün necə gözəl, gönçələrinə baxın. Çox gözəl bir güldür. Bu il artıq çox böyüyüb, özünü çox atıb. Burada qələmdən əkdiyim gülüm, baxın biri açıb. Bu da gözəl bir güldür. Ən gözəl bu gülümdür, baxın hələ açmayıb. Çox gözəl qoxusu var, o da pişirməklik güldür. Amma iri, bax, belə qırxləcəkdir. Çox gözəldir. Hayca. Gəlirəm, verəm quzum. Görürsünüz də güllərimi, çiçəklərimi. Necə gözəldilər. Görüntüyə baxın. Çox gözəl bir görüntü var. İnsana çok güzel, hoş bir görüntüsü var. Bir şey yazır, ay maşallah deyin. Neye maşallah deyim? Ha, güllerim var, maşallah, maşallah güllerim var, göz değməsin. Ha, neye maşallah diyeceğim. Lazım olanda deyirəm. Nəyəsə lazım olsa deyirəm. Çünki bunlar ağıllıdırlar da, bunlar çox bilmişdilər. Maşallah deyim, hə, maşallah. Elə pis niyyətli insanların baxanda gözü dəyməsin güllərimə. Belə varlı milyonçu biri deyiləm ki, deyim ki, mənim imkanım belədir, maşallah, mənə göz dəyməsin. Gilasımda yenə də olmadı. Bilmirəm niyə olmur. İnanırsınız, o qədər gilas gətirir, gilas nə deyə, o qədər çiçək gətirir. Baxın, baba çiçək.
Yəni çiçəkdən ağac görükmür o dərəcədə. Amma təkən-tükən baxın üstündə 1 2 bax belə. Biri burdadır, biri burdadır. Təkən-tükəni toplasan bir qab çıxmayacaq. Niyə bilmirəm, götürmədi də. Xiyar çiçəyi açmağa başlayır. Bu xiyarlar nəsə gec böyüdü. Baxın belə bir xəstəlik var, görürsüz. Bunun çarəsini bilən varsa mənə desin. Baxın yarpaqları belə çopur-çopur olur. İğni ilə biberlərimdə də var. Yarpaqlar çopur-çopur, xəstəlik. Biberlərim heç olmadı. Yenidən yenə 1-2 biber alıb əkməliyəm olmayan yerlərə. Yarpaqları belə çopur-çopur olur. O da bir cür xəstəlikdir, bir cür hansısa bir qurtma, hansısa bir nəsə deyir, xəstəlik salır. Baytara gedə bilsəm, orada baytarda, aptekdə bilirlər deyəsən, onu soruşacağım. Pomidorlarım alanda soruşuram ki, bu pomidor oturaqdır ya, yoxsa belə uzanan pomidordur. Mənə deyirlər ki, özlər başları çıxmır satan həqiqətən. Onu sən elə budasan uzana gedəcək. Söhbət ondan getmir. Söhbət ondan gedir ki, oturaqları budamırlar. Oturaq pomidorun baxın bu qoltuq altlarını almırlar. Sırğa saran uzananların bunları alırlar, tək gövdə qalır. İndi mən bu oturaq oxşuyur. Baxın bunun vidrə fasonuna, bilən varsa desin. Bunlar oturaq pomidora oxşuyur. Bunların baxın qənətləri çıxıb, baxın yarpaqla gövdə arası, baxın buradan görürsünüz. Bunların da üstündə çiçəklər var, budamayacağım. Amma bu uzanan bir şey, bunun biraz sortu onlardan fərqlidir. Deyəsən bu uzanan sortdur. Amma yenə də baxın burada çiçəyi var. Bu qol altını almayacağım, bu yuxarıdakı. Görək necədir, dəqiq də bilmədiyim üçün. Lobyalarıma baxın, deyəsən buradan tumurcuqları var. Lobyalarım, görək bu il necə olacaq. Lobyalar alınacaqmı, alınmayacaqmı? İndiyə kimi elə də lobyam olmayıb mənim. Badımcanlarım əvvəl əkdiklərim inansız. Tayda biraz tez əkdim ki, tez böyüsünlər. O qədər yağışlar soyuq oldu ki, buna baxın. Neçə aydır? May aydı, hə? Bir aydan çoxdur, 2 ay yaxındır buna əkmişəm. Baxın balacalığına. Bunu isə heç başlı 1 həftədir, 2 həftədə əkmişəm. Buna baxın necə uzundur bunlar. Demək ki, tez əkməyin o qədər mənası yoxdur. Hava balaca qalır, hava soyuq olur özləri. Baxın, belə balaca cır qalırlar. Böyümək bilmirlər. Belə. Həqiqətən bəzi insanların düşüncəsizliyi, mənasız danışmağı insanı çox bezdirir. Burada da xiyar əkmişəm, görək bitəcəkmi? Hələ ki bitən oxşuyurlar. Bunun gözəlliyinə bax. Bunu buradan asmışam, fikir vermirəm. Necə gözəldir, buna baxın. Bunu da bunun böyründən əkmişdim. Heç o qədər inkişaf eləmir. Amma bunlara baxın, necə gözəldir. Ay, tumurcuğuna baxın. Mamadakı kaktusların tumurcuğu var. Mən dedim görüm məndə niyə yox. Baxın tumurcuqlarına. Gül açacaq kaktusların. Baxın. Sənin də var imiş tumurcuğun. Bunların yoxdur. Bunların qabını dəyişdim də mən. Ona görə bəlkə də olmadı. Hərəsinin ayrı-ayrı qabları əkmişəm. Eybi yoxdur. Bu da qırılıb, bu da qırıldı. Qurutdum bunu, əkəcəm bunları ayrı-ayrı qablara. Qurutmuşam. Bilmədən qırdım yəni, bilə-bilə yox. Heç qabım da yoxdur, heç istəməzdim qırıla. Buralarda da reyhan, biber var. Bəziləri quruyublar, axşam sulayacağım. Axşam hamısının çox gözəl qoxusu var. Ay, belə axşam hamısını sulayacağım. Gübrə düzəltmişəm dediyim kimi mayadan.
maya gübrəsi hamısına verəcəm. Həm güllərə, həm şitillərə, hamısına verəcəm maya gübrəsindən. Görüntü qəşəngdə. Ağartdım deyə şeyləri, taxtaları qəşəng görünür. Burada qum tökmüşəm. Qızım oynayır burada qumda. Özümə bəla eləmişəm. Hər dəfə süpür təzədən topalayı yenə dağıdır. Amma yəni oynasın da, başın qaçsın. Ona görə. Bu gözəlim biraz kölgədədir deyə buranı çox sevdi. Dayanmadan gül açır. Amma o birisi günün altındadır. Tez-tez quruyur.